Salam, hər vaxtınız xeyir olsun. Son zamanların ən aktual məsələlərindən birisi, ən azından immiqrasiya sayəsində DV lotereya proqramının açılmaması. 2025-ci ildə, daha doğrusu 2026 üçün olan çəkilişlərin açılmaması. Bununla ilgili fərqli fərziyyələr var, fərqli xəbərlər var. Araşdırmalarımız göstərir ki, bunun əsasən iki səbəbi var. Birincisi finansal səbəbidir, ikincisi də siyasi səbəblərdir. Mən deyərdim, hətta birincisi siyasi səbəbdir. Artıq dünyaya bu sir deyil. Trump administrasiyasının immiqrasiya qarşı münasibətini hər kəs bilir. Və düşünürəm ki, bu yol ilə immiqrasiyadakı azalma, ən azından seçici davranma təşəbbüsü var. Çünki bilirsiniz ki, sentyabr ayının 16-sı 2025-ci ildə rəsmi qəzetdə yayılan artıq bundan sonraki müraciətlərdə $1 istənməsi məsələsi var. Bu təbii ki, düzənləmə yeni olduğu üçün Dövlət Departamenti bunu uygulamaq üçün zamana ehtiyacı var. Bunun çünki texniki tərəfləri var. Bunun təbii ki, güvənlik tərəfi var. Və bunları uygulamaq zaman alır. New York Post'un Dövlət Departamenti ilə olan görüşmələri, sualları da göstərir ki, məsələ budur. Və onlar çox net bir şəkildə deyirlər ki, yaxın zamanda açılacaq. Biz düşünürük ki, yaxın bir zamanın təbii nə olduğunu biz bilmirik. Oktyabrın sonu ola bilər, oktyabrın ortası və ya noyabr ola bilər. Amma bu proses açılacaq və açıldığı zaman insanlar artıq $1 ödəyəcəklər. O $1 təbii kiçik bir miqdar görsənsə də, milyonlarca insanın müraciətini göz önündə bulundurduğumuz zaman çox ciddi bir miqdardan söhbət gedir. Təbii ki, Amerikan hökuməti də, xüsusən Trump administrasiyası bu məsələlərə, pul məsələsində, ödəmələrdə necə olduqlarını çox net bir şəkildə bilirik. Sadəcə DV lotereya deyil, digər bütün proseslərdə artıq ücret tələb edirlər. Hətta məhkəmə proseslərində, hətta təmiz dediyimiz appeal proseslərdə belə artıq ücret tələb olunur. Və biz düşünürük ki, bu da bunun bir parçasıdır. Çünki belə olduğu zaman təbii ki, müraciət edənlərin sayı azalacaq. Eyni zamanda dünyada $1 olmayan, banka hesabı olmayan insan da çoxdur. Və bunun xaricində də bir çox təbii ki, dünyada təəssüf olsun fırıldaqlar, saxta müraciətlər olurdu. Bunun da önünə bir qism keçilmiş olacaq. Bu da təbii ki, bu administrasiyanın gözlədiyi, ümid etdiyi şeylərdən birisidir. Yəni, qısaca desək, müraciətlər yaxında başlayacaq və $1 böyük ehtimal uyğulanacaq. Gecikmənin səbəbi odur. Vəkil Vüqar Cəfərov, Boston, Massachusetts'dən sizinlə danışırdı. Hər kəsə salamlar, sağ olun.